Salam, bu videomda sizə kvadrat kök həqiqi üstü qüvvət mövzusuna aid səhifə 175-də olan tapşırıqlar izahını təqdim edəcəyəm. Kökün qiymətini tapın. 25 kök altdan necə çıxır? Yəni 25 nəyin kvadratıdır? 5-in. Qələm çox qalın oldu. Hə, 5-in. 225 nəyin kvadratıdır? 15-in. Eləmi? Sonra gəlin baxaq. 49 nəyin kvadratıdır? 7-nin 361 nəyin ola bilər? 19-un. 19-un ola bilər. Yenə də yoxlayaq. Yəni mütləq 19 olmalıdır. Yoxlayaq. 1, 8 ya da 17. Bəli. 19-un. Yəni 19-un kvadratının sonu 1 ilə qutarır. 9-u 9-a vuranda 1 ilə qutarır. 36-da 6-dır. Burada 17-dir. 81-də 9-dur. Burada 12 və 25 məxrəcdə. 25-də yəni 12. 121-də 11-dir. 324-də 18 çıxır. 361-dən 19 çıxır. Bu da o demək ki 1,18-də 1. Yəqin ki bunlar aydın oldu. Keçdik növbətiyə. Digər verilmiş ifadələrdən hansının mənası var? Kökün altından mənfi olmur. Kök altında mənfi ifadə olmur. Mənası yoxdur. Bu mənfi üçün kvadratı əgər mötərizdə olsaydı mənası olardı. Mötərizəsizdir deyə mənfi aiddir. Mənası yoxdur. Burada mötərizə var. Mötərizə kvadrat mötərizə müsbətə çevirir. Olur 5-in kvadratı və 5 mənası var. 0 kök altında olsa 0 çıxacaq. Deməli, burada mənfi 7, yəni mənfi mötərizə içində deyil, yəni ümumi kökü mötərizəyə alıb, mənası yoxdur. 35 müsbətli mənası var. Burada kökün altında mənfi var, mənası yoxdur. Burada kökün altına mənfi düşür, mənası yoxdur. Burada mənfi mötərizənin içində göstərilib, müsbət çıxacaq, yəni müsbət üçün kvadrat, ona görə mənası var. Burada mənfi mötərizəsizdir, mənası yoxdur. Deməli, hesablayım. Gəlin baxaq burada necə eləyəcəyik. 3 ilə 5-in cəmini tapacağıq. 25-dən 5 çıxdığına görə olur 8. Burada 3-ü vuracağıq 4-ə, çıxacaq 1,2. 12-dən 1,2 çıxanda 10,8. 81, 3 vurulsun 16. 81-dən 48 çıxmaq lazımdır. Kökün altında olur təbii ki bunlar. O da eləyir. 48 çıxanda 3. 81. 16-nı 3-ə. 48 doğrudur. 3. 7-dən də 3. 33. 33-dən də heç nə çıxmır kök altında. Sonra 13-dən çıxmalıyıq. 1,6. Çıxmalıyıq. 1,6 eləyəcək 1,4. 3-ü 5-i 15 çıx 0,2 14,8. 9-un üstünə 16 gəlməliyik. 25 kök altda. Buradan da 5 çıxır. Sonra 0,8 çıxsın 7,3 bərabərdir mənfi 6,5. 16 çıxılsın 5 vurulsun 6 30 eləyir. Bu da eləyir mənfi 14. Burada kök altında 20-nin üstünə gələcəyik. 12 üstə 4 16 eləyir kökün altında. 16-dan da 4 çıxır. 20 kök altında 24. Kök altında 6. Kök altında yaza bilərik bunu. Olur 36-da 4, yəni 9-da 1. O da eləyir 3-də 1. 25. Üstə gəl. Edəcək 7. İndi baxaq. 9-dan 16-ya ortaq məxrəci 144-dür. 9-u neçəyə vuranda 144 eləyir? 16-ya. Eləmi?
16'nı neçəyə vuranda 144 eləyir? 16'nı neçəyə vursaq? 9'a vuranda, bəli, 144 eləyir. Üstə gəl, 9-dan 3'ə ortaq məxrəc 9'dur. 3'ü 7'yə 21 çıxılsın 5, bərabərdir. 144'də 25 kökün altında. Üstə gəl, kökün altında 9'da 16. Bu eləyir 12'də 5, üstə gəl, 3'də 4, kök altından çıxanda 12 ilə 3'ə ortaq məxrəc 12'dir. 5 üstə gəl, 4'ü 4'ə vuranda 16. 12'də 21, bu da eləyir 1 tam 12'də 9. Yəqin ki, aydın oldu. Bu da 12'nin həlli. İndi isə davam edirik. Onkinin həllidir və davam edək. Deməli, burada uşaqlar sadələşdirin deyir. Gəlin sadələşdirək. 6'da 5. Burada nə olur? 25'də 256. Yəni 5'də 16. Burada olacaq 9'da 45, 49. Bu da çıxacaq kökün altından 3'də 7 kimi. Yəni 2 tam 3'də 1'də yaza bilərsiniz. Burada olacaq 9'da 16. Kökün altından 3'də 4 kimi çıxacaq və 1 tam 3'də 1 yaza bilərsiniz. Burada olacaq 25'də 49, 5'də 7 çıxacaq. 1 tam 5'də 2 kimi yazmaq olar. 25, 275, 289. Kökün altında. Bu da 5'də 17 deməkdir. Bunu da 3 tam 5'də 2 kimi yazmaq olar. Burada 16'da 32, 36 yazmaq olar. 4'də 6 kimi. İxtisar geçsin, 2'də 3 qalsın. Yəni mümkündür yazmaq. Burada 16'da 48, 49. İxtisar gedir 4'də 7. 1 tam 4'də 3. Burada 16'da 25. İxtisar gedir 4'də 5. 1 tam 4'də 1. Davam edirik. 49'da 64. 7'də 8. Bu da eləyir 1 tam 7'də 1. Və 25'də 50, 64. 5'də 8. Bu da eləyir 1 tam 5'də 3. Burada 4'də 9. Bu da eləyir 2'də 3. 1 tam 2'də 1. Yəqin ki, aydın oldu. Gəlin baxaq görək. Burada nə deyir? Sadələşdirin deyir. Kökün altından çıxarıb vururuq. 6 vur 5, 30. 5-cidə nə deyir? 0 tam o. Burada uşaqlar. Gəlin ən yaxşısı bir kökün altına salaq bunların hamısını. Və 36 vur 4 kimi yazaq. Burada da 0'dan sonra 6 dənə 1 olmalıdır. Çünki 3 dənə bunda, 3 dənə bunda. Bu şəklə gətirək. 36'dan 6 çıxır. 4'dən 2 çıxır. Bu 6 dənədən 3'ü çıxacaq. 3 dənə 0'dan çıxır. Yəni 3 dənə ədəd gəlməlidir. Olur 12 vurulsun. Və 2 vur 4, 8. 1 tam onda 4 vurulsun. 0 tam onda 9. Yox, 1 tam onda 6. 16 elə ki 9'a vuranda. 5 ya da 1 tam %44. 900'ü vuranda. Sıfırlar gedir. 9 vur 16 kimi yazılır. 3 vur 4, 12. Bu 0 tam onda 4 vur 0 tam onda 8. 0 tam %32. Bəli, belə. Uşaqlar, davam edirik. 90'ın 0 ilə 25'in 0'ı 100'dür. Yəni 9 vur 25 vurulsun 100 kimi yaza bilərik. Təbii kökün altında.
Buradan da 9'dan nə çıxacaq? 3. 3 vurulsun 5 vurulsun 10. 150. Sonra 50'dən 50'nin 5'i 18'e vuracaq 90. 50'ni də sıfırını atacaq yanına. Buradan da 30 çıxacaq. Sonra 640. Bunların sıfırlarından biri çıxır. 64'dən 8 çıxır. 4'dən 2 çıxır. Bir dənə də sıfırdan. Olur 160. Burada cavab 160. Bunların 2 dənə 0,1-dən biri çıxacaq. 36'dan 6, 9'dan 3 vur 0,1. 18 vur 0,1 bərabərdir 1,8. 1210. Bu 2 dənə sıfırın birini götürürük. 10. 121'dən 11. 4'dən 2. Bu da 10. Eləyəcək 220. Bunların 0,1'in birini götürürük. 121'dən 11. 16'dan 4. Burada vurulsun 0,1. 44 vur 0,1. 4,4. Davam edirik. 12'ni 48'e. Yəni 12 vur 12 vur 4 kimi. 48'e 12 vur 4 kimi yazdım. 2 12'dən bir dənə 4, bir dənə 12, 4'dən də 2, 24. Burada 75'i 25 vur 3 kimi. 48'i 3 vur 16 kimi. 2 dənə 3'dən bir dənə 3, 25'dən 5, 16'dan 4. 60 edəcək. 2'ni 18'e böləndə olacaq 9'da 1. Buradan da çıxacaq 3'də 1. 8'i 98'e böləndə 2'yə ixtisar gedir. 49'da 4. Bu da eləyir 7'də 2. Davam edirik uşaqlar. Davam edirik. 7 qaldı. 7'də 32 eləyir 64. Buradan 8 çıxır. 5 18'e 900. Buradan 30 çıxır. İxtisarlarımıza baxırıq. 9. Deməli 25 nə ilə ixtisar gedir? Heç nə ilə. 4'ün ixtisar getməyi var, yoxdur. 4'dən 2 çıxır. 25'dən 5 çıxır. 14'də 14'ü belə deyək. 2 vur 7 kimi yazsaq. 14'dən nəsə çıxacaq burada. Deməli belə eləyirik. 14'ün hamısı çıxmır uşaqlar. Bu 14'ü elə 1 bölüsü kök altda 14 kimi yazaq. 9'dan 3 çıxır. 69'dan 13 çıxır. Bərabərdir. Burada nə olacaq? 39'da 10 kök altda 1 bölünsün 14. Sonra 2'yə baxırıq. 11'dən 44. Bunu yazmaq olar. 11 vur 11 vur 4 kimi. Bu da eləyir 11 vur 2 bərabərdir 22. 8'i 50'ye vuranda 8 vur 2 vur 25. 16 vur 25. Bu da eləyir 4 vur 5. 20. Sonra davam edirik. 49, 9'dan 36 ixtisar gedir 4 qalır. 16 ilə 144 ixtisar gedir 9 qalır. Sonra ixtisarlarımız deyəsən mümkün deyil. Surətdə 49 qalıb. Ondan 7 çıxacaq. Məxricdə burada 9'dan 3, 225'dən 15, 4'dən də 2. Bunda olacaq məxrəcdə 45'i 2'yə vuranda 90. 90'da 7. Bitdi yəqin ki burada. 3'ə baxaq. Deyəsən bu hissə sonuncudur. Baxaq bu səhifənin sonuncu misallarına. Bir dəqiqə artıq şeyləri pozaq ki, mənim fikrimi yayındırır, diqqətimi cəmləyə bilmirəm misala. Belə. 48'də olacaq 49 vur 2, 32'ni 16 vur 2 kimi yazsaq. Bərabərdir. 49'dan 7 çıxır, 2'dən 2'dən 1 dənə 2 çıxır, 16'dan 4 çıxır. 8'i 7'yə vuranda 56. 27 vur 12'ni. 9 vur 3, 3 vur 4. 3 vur 3 vur 2. 9'u 2'yə vuranda neçə eləyəcək uşaqlar? 18. Davam edirik.
Burada ixtisarlarımız mümkündürsə ixtisar aparırıq. Deyəsən mümkün deyil. Bir-bir baxırıq. 9-dan, bu 9-dan 3 çıxır. Məxrəcində 16-dan 4 çıxır. Bu 81-dən 9 çıxır. Məxrəcində 64-dən 8 çıxır. 169-dan 13 çıxır. 121-dən 11 çıxır. Deməli, bunları bir-birinə vururuq. İxtisar yoxdur. 3-ü 9-a 27, 27-ni vuraq 13-ə. 1, 2 yadda 81, bu da 27, 351, surətdə 351 bərabərdir. 351. İndi məxrəci tapaq. 32-ni vurmalıyıq 11-ə. Bu da olmalıdır 352. 352-də 351. Gəlin 8-dən 12-yə qədər olan həllərə yazılı formada baxaq. 12-dən yoxsa 8-dən 12-yə qədər. 8-də bir-bir kökün altında izahlı yazmışam. Sonra kökün altından çıxartmışam. Ekranı saxlayaraq həllərə baxa bilərsiniz. 9-da da 8-in davamı buradadır. Bəli, 16-ya qədər çox imiş misal. Deməli 9-da həllər, bu 9-un da həlləri eynən kökün altında sadəcə mötərizənin içində mənfilərə diqqət edin. Yəni üstü cütdürsə o mənfi müsbətə çevriləcək. 8, 9-un həlli buradadır. Ekranı saxlayaraq həllə baxın. 9-un davamı burada yazılıb. Hamısı bir-bir. 10-da nədir? Bir-bir kökün altında verir. Burada bir dənə səhv olmalıydı. 6-cıda. 6-cıda mənfi A üstə gəl B verilib kökün altında. Amma bu A da kökün altında olmalıdır. Əgər olmasaydı cavab belə tam olaraq çıxmayacaq. Kökün altında qalacaqdı cavab. Yəni o yəqin ki, mənə elə gəlir 6-da orada kök altı işarəsini qoymağı unutmuşdular. Ekran saxlayaraq həllərə baxın. 11-də mənası olub olmamağı soruşur. Əgər mənfilərin üstü tək saydadırsa, mənası yoxdur. Çünki kök altında mənfi ola bilməz. Cüt saydadırsa, mənası var. Bir də diqqət eləyin ki, cüt sayda olsun. Məsələn, 6-da. Həmin o mənfi x mötərizə içində deyil 6-da. Ona görə mənası yoxdur. 8-də də mötərizə içində deyil. Mənfi x-dir 12. Ona görə mənası yoxdur. 10-da mənası var. 11-də o da müxtəsər mod üstünlüğünə çevriləndə onda görürük ki, mənası var. Amma 11-də yenə mənfi alınır deyə, yəni kvadrat mənfiyə aid deyil deyə mənası yoxdur. 12-də kökün altından bir-bir çıxarmaq lazımdır. Bir-bir çıxarılıb yazılıb. 13 və 14-ü yazaraq izah edəcəyəm. Baxın, A böyükdür 0 olduğunu bilərək ifadənin qiymətini tapın. Yəni A müsbətdir. Müsbətdirsə heç bir qorxusu yoxdur. Onsuz da müsbət formada çıxacaq. A üstü 5. Burada isə 7A üstü 3 vurulsun A kvadratı. A'ların üstü toplanır. Olur 7A üstü 5. Sonra burada A üstü 2. A üstü 2 vurulsun. A üstü 6 eləyir. A üstü 8. 2 tam onda 5. A'nın kubu. Burada isə mənfi 4-də 3 vurulsun. A vurulsun. A kvadratından A çıxır. Olur mənfi 4-də 3 A kvadratı. Burada 4-cüdə mənfi A üstü 4. 8-cidə mənfi 5 A üstü 8, 16-nı 2-yə böləndə 8. Yəni qüvvətlər elə hesablanır, kök altına elə çıxarılır. B-miz burada mənfidir. Amma üstü cüt olduğuna görə müsbət çıxır. B üstü 8. Burada üstü cüt olduğuna görə müsbət çıxır. Amma nəticə yenə mənfi B üstü 4-dür. Deyə bilərsiniz ki, müəllim, bunu bəzi uşaqlar bəlkə də bilmir. B üstü 16-nı niyə? Baxın, kök altı 2-də 1 deməkdir. 16-nı 2-yə bölürük. Kök altını azad eləyəndə. Ona görə B üstü 8 deyə çıxır. Sonra davam edirik. Orada mənfi olsa da üstləri cüt olduğuna görə mənfidən müsbət çıxır. B kubu. 7B vurulsun B üstü 7. Bu da eləyir 7B üstü 8. Sonra burada B üstü 5. Burada mənfi 2 tam 5'də 4. Cüt üstü B üstü 10.
Davamı var, yoxdur. Deməli, bu da bu qədərdir. Salam, bu videomda səhifə 177-də olan tapşırıqların izahına baxacağıq. 15-də nə deyilir? Verilmiş ifadələri sadələşdirin. Verilmiş ifadələri sadələşdirin deyir, amma şərt də var ki, y mənfi ədəddir. Onda nə edəcəyik? Y mənfi ədəddirsə əgər, x onsuz da müsbət halı ilə çıxacaq. Amma y mənfinin, belə deyək də, mənfi də olsa üstü cütdür. Yəni, burada mənfi də olsa üstü cütdür. Ona görə də y da kub halında çıxır. Sonra burada a mənfidir. A-nın yenə üstü cütdür. C üstü 7 vurulsun C 8, 4 kimi çıxır. A üstü 9. Burada olur C 11. A üstü 9. Davam edirik. Burada y mənfi ədəddir. Yenə x üstü 12, y üstü 7. Və y müsbət ədəddirsə heç bir fərq eləmir. Onsuz da müsbətdir. Olduğu kimi qalacaq. A üstü 4. Burada üzr istəyirəm, x üstü 12 yox, 6. Yarısını götürməyi unutduq. Hə. A üstü 4, y üstü 11. Burada olacaq 2x, A üstü 4, y üstü 12. Sonra davam edirik. Burada yenə B müsbət ədəddir. Onda heç bir fərq eləmir. 5, A üstü 10, B üstü 3. Y mənfi ədəddir və qarşısında da mənfi var. 5. İndi isə davam edək. Vurğu kök işarəsi altından çıxarın deyir. B özü də deyir mənfidir. Mənfi də olsa üstü uşaqlar cütdür. Yəni 10'dur üstü. Onda 6, 7, B üstü 5. Burada mənfidir. 4a kvadratı, b kvadratı. Burada a müsbətdir, b də müsbətdir. Fərq eləmir, onda olduğu kimi çıxacaq. 0,3 a üstü 4 b kubu. Burada yenə üstlərin cütünə baxırıq. 42 b üstü 3. Davam edirik. Deməli, vurğu kök işarəsi altından çıxarın. Kök işarəsi altından 4 vurulsun 3 kimi yazsaq kök işarəsinin altında 2 çıxacaq, 3 qalacaq. Burada 36 vurulsun 2 kimi yazanda 6 çıxacaq, 2 qalacaq. Burada 125 vurulsun yox. Gəlin fikirləşək, elə bir ədəd qoyaq ki. Burada 300'də 25 vurulsun yaza bilərik. Neçə? 12. Ha, bunu elə 100 vurulsun 3 yazaq da. Asandır bu. Niyə fikirləşirəm? 100 vurulsun 3 yazaq. 10 kökatda 3. 24'də 4 vurulsun 6 kimi yazsaq kökün altına. 2 kökatda 6 çıxacaq. 52'də 4 vurulsun 13 yazsaq 2 kökatda 13 çıxacaq. 450'ni 20 belə deyək də, bunu necə yazaq ki, 225 vurulsun 2 kimi yazmaq olur. 15 kökatda 2 çıxacaq. Sonra davam edirik. 18'i yazırıq. 9 vurulsun 2 kimi. Burada 3 kökatda 2. Və 75'i yazırıq. 25 vurulsun 3 kimi. 5 kökatda 3. Və 338'i yazırıq. 338'i necə yaza bilərik? Vurğulara ayıraq. Başa düşəcəyik belə ədədlərdə ən rahat yolu. Vurğulara ayırıb başa düşməkdir. 169 aidsə onun. 169 vurulsun 2. Yəni 13 kökatda 2 kimi. Əslində görünürdü. Ayırmasaq da olardı. Sadəcə indi beynim yorulub. Ona görə yadıma düşmədi. Deməli, bunu 4 vurulsun 5 kimi yazsaq. Kökatda 2.
2 çıxacaq, 5 qalacaq kökün altında. 64'ü elə 8 kimi çıxara bilərik. 288'i 144 vur 2. 12 kök hatta 2. Sonra 28'i 4 vur 7. 2 kök hatta 7 qalacaq. 125'dən ilə 25 vurulsun 5 olduğuna görə. 5 kök hatta 5. 27'dən 9 vur 3 olduğuna görə. 3 kök hatta 3. Bu 162'dir yəqin. Bunu 81 vurulsun 2 kimi yazsaq. 9 kök hatta 2. Və davamı var. Xeyr yoxdur. Davam edirik. 18'dən. Vurğu kök işarəsi altından çıxarın. Gəlin çıxaraq. Baxaq. 50'ni yaza bilərik. 50'ni 25 vurulsun 2 kimi. Onda yazacağız 0,5 vurulsun 5 kök hatta 2. O da eləyir 2,5 kök hatta 2. 32'ni yaza bilərik. Yəni 32 ilə əslində 6 ixtisar gedirmi? Qalır. 2'yə bölünür də. 16. Burada isə 2'yə bölünəndə 3. 16'dan çıxır 4. Kök hatta 3. Və surət və məxrəci rasionallıqdan azad etməyə bilirsinizsə, hər ikisini kök hatta 3'ə vururuq. Olur. 4 kök hatta 3 bölünsün 3. Bu şekilde azad olunur irrasionallıqdan. Sonra 2'də kök 7 bölünsün 3. Burada 32 2'ye bölünür 16 qalır. Kök hatta 16. O da kök 0,2 vurulsun 4. O da bərabərdir mənfi 0,8. Sonra burada 27'ni yaza bilərik. 9 vurulsun 3 kimi. Mənfi 3 vur 3. Kök hatta 3. Mənfi 9 kök hatta 3. Burada 2'də 9. 9'dan 3 çıxır. 3 bölünsün kök hatta 2. Bu da o deməkdir ki 3'ü də 2'ni də kök hatta 2'yə vururuq. 3 kök hatta 2 bölünsün 2. Burada 125'i yaza bilərik. 25 vurulsun 5. 25'dən 5 çıxır. Digəri qalır kökün altında və bu 5'lər ixtisar gedir. Qalır 4 kök hatta 5. 200'ü 100 vurulsun 2 kimi yazmaq olar. 100 vurulsun 2. O da bərabərdir. Mənfi 16'da 7 vurulsun 10. Kök hatta 2. 10'la 16 ixtisar gedir. Mənfi 8. 5'i 7'ye 35. Kök hatta 2. Davam edirik. Davam edirik. Vurğu kök işarəsi altına daxil edin. Daxil edək. 4'ün kvadratı. Vur 2. 16'nı 2'yə vuranda neçə eləyir? Kök hatta 32. Düzdür. Belə. Davam etsək. Uşaqlar. İndi burada. Vurğu kök işarəsi altına. Mənfini saxlayaq. 2'də 1'i kökün altına salsaq. 4'də 1. Vurulsun. 3'də 5. Bu olacaq. Mənfi 12'də 5. Davam edirik. 3'ü kökün altına salanda 9 kimi girəcək. 9 vurulsun 5. Olacaq 45. A'nı. A'mız mənfidir. Onda qarşısında mənfi qalacaq. A kvadratı vurulsun B. Burada mənfini yenə qarşıda saxlayırıq. 4 vurulsun 7. Mənfi 28.
Burada B'miz mənfidir. Qarşısında da mənfi var, olur müsbət. B vurulsun, B kvadratı vurulsun A. Burada 4'də kökün altına salmalıyıq da. Hə. 4'də 9. Bunu burada yazıram. Bir boş hissə. Bir dənə yuxarını silək. Yer olsun yazmamıza. Hə. Bunu belə yazaq. 4'də 9. Vurulsun 27'də 6. Oldu mu uşaqlar? 27 ilə 9 ixtisar gedir 3. Burada 2, 3 və 3'lər yenə də ixtisar gedir. Qalır kökün altında 2'də 1. Davam edirik. Sonra mənfi qalır 9'da. Mötərizənin xaricində 36 vurulsun B bölünsün 12. 12 ilə 36 ixtisar gedir. Kök hatta mənfi 3B. 5'ə baxaq. 5'i kökün altına salanda 25 eləyir. 25 vurulsun 3 bərabərdir 75. Və burada mənfi qalır kökün qarşısında 9'da 49 vurulsun 243'də 343. Deməli ixtisar gedir. Burada 24'ü 9'a böləndə 2 dəfə, 63'ü böləndə 27. Burada ixtisar gedir 6. Yox, 6 yox, 7. 7. Hə, mənfi 7'də 27. Belə qalır. Sonra davam edirik. Ədədləri müqayisə edin. Uşaqlar, bu ədədləri müqayisə etməyin yolu kökün altından çıxarmaq görürsünüz ki, 3 və 2'ni mümkün deyil. Ən yaxşısı kökün altına salmaqdır. Burada 3'ü və 4'ü. 3'ü kökün altına salacağıq. 9 vur 3. 4'ü salacağıq kökün altına. Olacaq 16 vur 2. 9'u 3'ə vuranda 27. 16'yı 2'yə vuranda 32. Əlbəttə 32 böyükdür. Sonra burada 18 onsuz da kökün altındadır. Bunu kökün altına salanda 9 vur 2. Bu da 18 eləyir. Deməli bunlar necədir? Bir-birinə bərabər. 3 kök hatta 30. 9 vur 30. 270 eləyir. 12 kök hatta 2 isə 12 144'dür. Vuracaq 2'yə eləyəcək 288. Eləmi? 288 böyükdür. Sonra 3 kök hatta 5. Yəni 9 vurulsun 5 kimi baxırıq ona. Olacaq 45. 25 vurulsun 3 kimi baxanda olacaq 75. Bu böyükdür. 56. Bunu da 25 vurulsun 2 yazsaq. 5 25'dir. 25'i 2'yə vuranda 50 eləyir. 56 böyükdür. Mənfilərdə bilirsiniz ki, əksinədir. Kiçik olan böyükdür. Burada mənfi 7'ni 49 yaza bilərik. Vur 2. Olacaq mənfi 98. Kiçik olan böyükdür dediyimizə görə böyükdür bu tərəf. Hə, burada daha yoxdur. 21'də deyir elə 2 natural ədəd tapın ki aşağıdakı verilmiş ədədlər bu ədədlərin arasında yerləşsin. 28 hansı ədədlər arasındadır? Yəni elə 2 natural ədəd tapın. 28 belə deyək. 6'nın kvadratı 36'dır. Yox, 5 ilə belə yazmaq olur. 6 arasındadır. 17 4 ilə 5 arasında. Bu cür yazılacaq. Sonra 85 81 9'dur. 10 arasında. 23 4 ilə 5 arasında. 67 8 ilə 9 arasında. 12 3 ilə 4 arasında. 43 6 ilə 7 arasında. 31 5 ilə 6 arasında. Yəni 25'dən 36 arasında. 38 36 ilə 7 49 arasında. 14
3 ilə, yəni 9 ilə 16 arasında. Yəni bunlar da kökün altına salanda 74, 8-i kök altına salanda 64'dür. 9'u kök altına salanda 81. 8 və 9 arasında. 22'də deyir ədədləri artan sırayla düzün. Bu 22'nin davamı da var. B'si də var. Mən onu unutmuşam çəkməyi. Onu burada ekrana yazacağım. Kitab varsa qarşınızda başa düşərsiniz. Artan sırayla düzün. Burada artan sırayla. Birinci hamısı kökün altına salıq. Bunun bir dənə rahat yolu hər birinin kökün altına salmaqdır. Hamısını yığırıq kökün altına. Deməli 7 olur kök altında 49. 2 olur elə kök altında 2. Mənfi 3 olur mənfi 9. 15 onsuz da kökün altındadır. 0 olduğu kimi 3 kökün altındadır. Biz kökün altındadır da demək olar. Belə yazmayaq da elə. Hamısına ehtiyac yoxdur bura köçürməyə. Bir dənə 7-ni biləcəyik ki 49'dur. Bunu yazırıq. 3 mənfi 9'dur. Bir de 5 25'dir. Və salam. Yəni bunları yazsaq kifayət edir. Və artan sıra deyəndə mənfilər ən kiçikdir. Amma ən kiçiyi mənfinin böyük olandır. Yəni mənfi 9, yəni mənfi 3. A-da başlayır mənfi 3-dən. Sonra mənfi kökatda 6, mənfi kökatda 3. İstəyirsiniz vergül əvəzinə böyük kiçik işarələri ilə belə də yaza bilərsiniz. Davam edir. Deməli, mənfilər bitdisə, keçirik sıfıra. Bu da kiçikdir, sıfırda kiçikdir. Neçədən? İndi keçirik müsbətlərə. Kökatda 2, müsbət. Sonra kökatda 15. Sonra kökatda 25. Və 2, 15, 25 müsbətlər hamısı yazdırıldı. Bir dənə qaldı kökatda. Neçə? 49. 49'da elə 7 yazaq. Çünki onsuz da o. 25'də 5 yazaq. Çünki biz kökün altına salmışıq. Hə. Oldu belə. Artan sıramız budur. İndi ikincidə nədir? Bu birinci idi. İkincidə nədir? Yenə artan sıra istəyir. Və diqqətli oluruq. Burada demək olar ki, fərqlidir hər biri. Birinci mənfiləri baxırıq. Çünki artan sırada birinci mənfilərin kiçiyinə baxırıq. Baxın, 2 dənə mənfimiz var. Birinci bunları araşdıraq. Mənfi 2,3'ü 2,3'ə vuranda 9, 6, 6, 4. Oldu mu? 9, 2, 5 tam %29. Deməli 5 tam onda 3'unda böyükdür də 5 tam %29'dan. Mənfi olduğuna görə tərsinə götürülür. Yəni kiçik götürülür. Sonra gəlir 2 tam onda 3. Sonra 0. Mənfilərdən getdik. İndi isə müsbətlərə baxırıq. Müsbətlərdə vəziyyət görək necədir. Birinci bu 4 kök 5. Bunu araşdıraq. Görək bu neçədir əslində. 4'ü 5'ə 20, 22'də 5. Onu da böləndə, daha doğrusu bunu elə 4 tam onda 4 yazmaq olar. 4 tam onda 4. Bu 4 tam onda 4'dür kökün altında. Sonra kökün altında 4 tam onda 4. 2 tam onda 4 neçədir? 2 tam onda 4 vurulsun. 2 tam onda 4. 6, 1 yadda 9, 8, 4. 576 yəni 5 tam %76 da budur. Kök altında. Biz bunları pozaq. Bu bizə artıq mane olanları. Hə 5 tam %76 kökün altındadır. 2 tam onda 4'ə görə. Hə 3 tam onda 6 onsuz da 9'dan keçir. Yəni 9'dan keçir. Biz sadəcə burada araşdırmalıydıq. 0 onda belə davam edir. En kiçiyi 2 tam onda 5'dir. Kökün altında. Sonra 3 tam onda 6 9'dan keçəcək. Ona görə o böyükdür. Ona dəymirik. 4 tam onda 4 olan. 4 5 tam 5'də 2. Sonra
2,4. Sonra isə 3,6. Burada 3,4-də 2 də var imiş. Ədədin sonu varmış. Görək bunun yeri haradır? Bu eləyir 2'ni 4'e 10'da 5 eləyir. 3,5'in də yeri 4,4'də, yəni 2,5'dən sonra. Bunu belə yazaq da. Bunun yeri buradadır. Neçə idi o ədəd? Bizim o ədədimiz 3,4'də 2. 3,4'də 2. Sonra 4,5'də 2. İndi yerində oldu hamısı. Bu uşaqlar 22'nin A'sı, amma kitabda ekran görüntüsü almamışam, yəni şəkil götürməmişəm. B'sinə baxaq. Azalan sırayla istəyir. Azalan sırayla kök adda 35 var. 2 kök adda 3, 2 kök adda 3 var. Bunu elə buradaca yazacağım. Kök adda 4 vur 3, 12 kimi. Sonra mənfi 7,2 var. Mənfi 7,2 var və 3 kök adda 2, 0 var, 5,1 var, 2'də 1 kök adda 72, bu eləyir 4'də 1 vurulsun 72, bu da eləyir kök adda 18. Bu kök adda 18 kimi qəbul eləyirik. Sonra mənfi 3'də 2, 6'da 27. Bunu isə uşaqlar, bilirəm qarma-qarışıq oldu uşaqlar. Görürəm ki, ekran fikrinizi yayındıracaq. Ən yaxşısı mən bunu sizə yazılı formada təqdim edəcəyəm. Hamısını necə çevirmişəm. Çünki şəkli çəkməmişəm deyə biraz qarışıqlıq düşdü. Yazılı formada təqdim edəcəyəm. 22'nin B'sini də bu formada yazdım sizə. Bəziləri kök altına salınmalıydı. Onları yazmışam. Bir də üzərlərinə yazmışam. Yəni belə deyək, tapşırığın kitabın üzərində çevirmişəm. Çoxdan aza doğru sıralamışam. İkincidə amma ayrı-ayrıqdır. Çünki orada hesablar uzun idi. Məsələn 0,1'i kök adda 38'e vurmaq. Onu 0,100'də vurulsun 38 kimi yazmışam. Yəni hər biri çevirəndən sonra kökün altına çevirəndən sonra bir sırayla düzmüşəm. Yəni çoxdan aza doğru sıralamışam. Bu videomda sizə tapşırıq 23'dən başlayaraq izahları təqdim edəcəyəm. Bunlar çox vaxt aparır deyə 23, 24, 25 ekranda gördüyünüz kimi yazılı formada sizlərə təqdim edirəm. Qeyd edim ki, bu video ev tapşırıqlarını yoxlamaq istəyən şagirdlər üçün nəzərdə tutulub. Yəni ev tapşırıqlarını yazdıqdan sonra yoxlamaq. Bura baxıb tapşırıqlarınızı yoxlaya bilərsiniz. 25'də izahlar buradadır. Mən tez-tez səhifələri çevirirəm deyə siz ekranı saxlayaraq izahlara baxın. 26, 27, 28, 29'un da 26'nın həllinə baxaq. 26, 27, 28, 29'un həlləri ardıcıl təqdim edəcəyəm. Burada kök altından çıxarın deyir və hamısını çıxararaq yazmışam. Ekranı saxlayaraq həllərə baxın. Çünki mən səhifələri tez-tez çevirəcəyəm. Bir neçə saniyə sizi gözləyib. Səhifələr. Ekranı saxlayaraq baxın. 28, 29'un da həlli buradadır. Yirmi dokuzun davamı. Otuz ve 31'in həlli.
30 və 31-in də həllinə baxaq. Burada müxtəsər düsturlarından istifadə etmişəm. Müxtəsər düsturlarından istifadə edilib yazılıb. %29'un davamı 30. Bu səhvən düşüb burada. Bəli, 30'un və 31'in davamı. Qalanlarını indi sizə bir-bir yazıb izah edəcəyəm. Eskidən yazaraq izahlara baxaq. Deməli, burada baxırıq ki, baxın, a kvadratı minus 5, 5'i kök adda 5'in kvadratı kimi baxırıq. Və yazacağıq birincidə a minus kök adda 5, a plus kök adda 5. Bu birincinin həlli. İndi isə 7-ciyə ardıcıl baxaq. 7-ciyə baxanda vuruqlara ayrın deyir. Burada asadlı 4 çıxır. 4 çıxır mötərizə xaricinə. Kök adda x minus kök adda y. Sonra burada c çıxılsın kök adda 7. 7'nin kök adda 7'nin kvadratı kimi yazsaq. C üstə gəl kök adda 7. Burada kök adda 5 çıxır mötərizə xaricinə. X çıxılsın y. 8-də belə. Keçirik 3'ə. 3'də m 6'nın kök adda 6 kimi minus m vurulsun kök adda 6 plus m kimi yaza bilərik. Burada b'ni kök adda b'nin kvadratı kimi, a çıxılsın kök adda b, a plus kök adda b kimi yazılır. Sonra davam edirik. A'nı yazırıq. Belə yaza bilərik burada. Kök adda a minus kök adda b və kök adda plus kök adda b. Burada kök adda 3a çıxılsın kök adda 2 vurulsun kök adda 3a plus kök adda 2. Davam edirik. X minus y. Kök adda x minus kök adda y vurulsun kök adda x üstə gəl kök adda y. Və burada 5'i kök adda 5 minus 3a kök adda 5 plus 3a kimi yazırıq. Sonra 6'nı davam edirik. Kök adda a minus 5, kök adda 5, kök adda plus kök adda 5 kimi. Davam edəcəyik. Burada 12'də kök adda a minus 4, 16 4'ün kvadrat olduğuna görə kök adda plus 4. Yəqin aydın oldu. İndi isə keçək, davam edək. Deməli, burada davam edirik. 33'dən vuruqlara ayrım. Burada 3'ü kök adda 3'ün kvadratı kimi yazsaq, kök adda 3 çıxır mötərizə xaricinə. Kök adda 3 qalır. Burada yerində 1. Burada kök adda a çıxar mötərizə xaricinə. Kök adda 7. Üstə gəl kök adda 3. Sonra burada deməli, baxaq görək necə yaza bilərik. Kök adda x, y çıxara bilərik. X-i kök adda x-in kvadratı kimi baxırıq. Y gedib orada x qalıb. Bu tərəfdə isə kök adda y qalıb. Sonra davam edirik ikincidə. Burada kök adda x kimi baxsaq. Kök adda x üstə gəl 1 qalır. Burada kök adda 3'də ortaq vuruq. Qalır kök adda 5 üstə gəl kök adda 7. Burada kök adda a m'dir. Ortaq vuruq. Kök adda a üstə gəl kök adda m. Sonra 3'ə baxırıq. Kök adda a da ortaq vuruq. 1 çıxılsın 3 kök adda a. Burada kök adda 7'dir. Ortaq vuruq. Kök adda 7 çıxılsın 3. Kök adda a, yəni 5 vurulsun a deməkdir. Burada qalır kök adda 5 çıxılsın kök adda 2. Yəqin ki, bunlar hamısı aydın oldu. İndi isə keçirik 34'ə baxırıq. 34'də belə olacaq. M minus kök adda 3 birincidə. Müxtəsər mod üsturu ilə m minus kök adda
plus kök altda 3 aşağıda olacaq. M plus kök altda 3. Görürsünüzmü? Surət və məxrəcdə eyni ifadə var. Qalır M minus kök altda 3. Sonra 5-cidə buradan 5-cini belə yaza bilərik. Kök altda 3 çıxar mötərizə xaricinə. Kök altda 3 üstə gəl 1 kimi. Burada da kök altda 3-dən ixtisar gedəcək. Qalacaq kök 3 üstə gəl 1. Sonra 9'u yazmaq üçün kök altda A-nı çıxararıq mötərizə xaricinə. Kök altda A minus 1. Və burada da 3 kök altda A-dır. Kök altda A-lar ixtisar gedir. Kök altda A minus 1 bölünsün 3 qalır. Və davam edirik. Deməli, ikincidə baxırıq. Bunu belə yaza bilərik ikincini. Yəni surətdən işimiz olmaz. Surəti heç nəyə çevirə bilmirik. Məxrəci yaza bilərik. 2 minus kök altda x, 2 plus kök altda x. Daha doğrusu tərsinə. Tərsinə 2 kökün altındadır, x yox. 2 kökün altındadır, x yox. Belə. İndi ixtisarlarımız gedir, qalır 1 bölünsün kök 2 minus x. Sonra davam edirik 6'da. Kök 10 ortaq vuruqdur, çıxacaq. 1 üstə gəl kök 10 qalacaq. Bu da məxrəcdə kök 10-dan ixtisar gedəcək. Qalır 1 üstə gəl kök 10. Sonra 10-cuya baxaq. 10-cuda bərabərdir. 6 üstə gəl bir məxrəcə biz dəyişə bilərik. Surətdən işimiz yoxdur. Burada kök altda B-ni çıxarırıq. 6 üstə gəlir kök altda B. İxtisar gedir. 1 bölünsün kök altda B şəklində. Sonra 3'ə baxırıq. 3'də kök altda A minus kök altda B. Kök altda A üstə gəl kök altda B. Və burada kök altda A üstə gəl kök altda B. B'lər ixtisar gedir. Kök altda A minus kök altda B olacaq. Sonra davam edirik. Baxırıq burada. Burada 7-ciyə baxırıq. Kök altda x. Kök altda x minus 1. Aşağıda da kök altda x minus 1. Kök altda x. Davam edirik. Sonra burada bu nədir gəldi? Əlavə. Neysə, pozduq bunu. Sonra burada məxrəcə baxın. Məxrəci dəyişə bilərik. Surətdən işimiz yoxdur. Məxrəci necə yaza bilərik? 2 kök altda x çıxılsın 5 kök altda y və 2 kök altda x üstə gəl 5 kök altda y kimi. Və baxırıq ki, burada ixtisarlar gedir və qalır 1. Burada 2 kök altda x minus 5 kök altda y. Sonra 4'ə baxırıq. 4'də kök altda B minus 5 və kök altda B plus 5 kimi yazırıq surəti. Məxrəcdə kök altda B minus 5. Bunlar ixtisar gedir. Kök altda B plus 5 qalır. Burada deməli yazacağıq. 4 çıxılsın kök altda A. Surətdə kök altda A çıxılsın 4. Sonra kök altda 4 A üstə gəl 4. Və bir-birinin əksi olduğuna görə mənfi işarə ilə qalacaq. 1 bölünsün kök altda A üstə gəl 4. Davam edirik. Sonra 35'dən kəsirin məxrəcini irrasionallıqdan azad edin deyir. Kəsirin məxrəcini irrasionallıqdan azad etmək üçün surət və məxrəci surətdəki irrasional ədədə, yəni kök altda 3'ə vuracağıq. Olacaq A kök altda 3. Kök altda 3'ü 3'ə vuranda 3. Sonra burada hər iki tərəfi kök altda A'ya vururuq. 3 kök altda A bölünsün 2A. Burada x üstə gəl 1'ə vururuq. Kök altda yəni x üstə gəl 1'ə surəti də y-a daha doğrusu. Surəti də məxrəci də. Onda olacaq. Kök altda x üstə gəl y surətdə. X üstə gəl y-ın kvadratı olduğuna görə kökün altından çıxacaq. 4'də hər iki tərəfi surət və məxrəci kök altda 2'yə vururuq. Burada olur 4 kök altda 2, aşağıda 2, ixtisar da gedir, qalır 2 kök altda 2 cavab. Burada 5'i də vururuq kök altda 3'ə. 2 kök altda 3'ü də vururuq kök altda 3'ə. Bərabər olur. Burada bərabər olur 5 kök altda 3
5 kök hatta 3 bölünsün 2 vur 3 6. Sonra burada kök hatta x üstə gəl y-a vururuq. Hər iki tərəfi. Surətdə məxrəci də. Onda o da olur. Surətdə qalır x üstə gəl y. Kökün altında x üstə gəl y. Məxrəcdə kvadrat olduğuna görə özü çıxır və x üstə gəl y-lar ixtisar gedir. Surətdə qalır x üstə gəl y. Daha doğrusu təkcə x üstə gəl y qalır. Üçüncüdə surətdə məxrəcdə kök hatta 3-ə vururuq. Onda olur 3 kök hatta 3, məxrəcdə 3, 3-lər ixtisar gedir. Cavab qalır kök hatta 3. Burada kök hatta 3-ə surət və məxrəci vururuq. Qalır 3 kök hatta 3, aşağıda 2 vur 3, 3-lər ixtisar gedir. Kök 3 bölünsün 2 olur. Davam edirik. X üstə gəl y. Hər iki tərəfi baxın. Məxrəci də x kvadrat minus y kvadratına vururuq. Burada da x kvadrat minus y kvadratına. Amma kökün altında. Bərabərdir. X üstə gəl y kök altında x kvadratı çıxılsın y kvadratı. Burada isə x kvadratı çıxılsın y kvadratı olduğu kimi çıxır və bunu yazırıq. X üstə gəl y kök altında x kvadratı minus y kvadratı. Aşağıda yazırıq x minus y, x plus y və x plus y-lar ixtisar gedir. Surətdə qalır x kvadratı minus y kvadratı, məxrəcdə qalır x minus y. Aydın oldu. Sonra hələ çox var. Davam edirik. Kök hatta b-yə vururuq surət və məxrəci. Burada b kök hatta b, məxrəcdə b. İxtisar gedir, qalır kök hatta b. Sonra davam edirik. 6a vurulsun kök hatta a. Burada da 3 kök hatta a vurulsun kök hatta a. Və baxın ki, uşaqlar, surətdə qalır 6a kök hatta a, məxrəcdə qalır 3a. 3a-nın 6a ixtisar gedir, 2 kök hatta a qalır. Sonra gəlir indi burada 14-cüyə. A kvadratı minus 49-a surət və məxrəci vuracağıq. A kvadratı minus 49-a. Burası məxrəci də vuranda a kvadratı minus 49-a, yəni burada da vururuq da minus 49-a. Özü çıxır a kvadratı minus 49 kimi. A minus 7 surətdə təzədən a kvadratı minus 49. Məxrəcdə amma vuruqlara ayırıb yazırıq. A minus 7, a plus 7 və görürük ki a minus 7-lər ixtisar gedir. Bərabərdir. Surətdə qalır a kvadratı minus 49, məxrəcdə qalır a plus 7. Bu şəkildə irrasionallıqdan azad edildi. Nəhayət bu tapşırığın son hissələrindəyik. Yəni eyni tapşırığı çox yazanda yorucu olur. Bitiririk. A-ya vururuq. Burada da kök hatta a-ya vururuq. 7 kök hatta a bölünsün a. Burada deməli, hər tərəfi 1 minus a-ya vururuq. Onda olur. Surətdə qalır 2 kök hatta 1 minus a. Məxrəcdə qalır 1 minus a-nın özü. Sonra burada surət və məxrəcdə 15-də m minus n-ə vururuq. Burada kök altında əlbəttə. Məxrəcdə vuranda kök altında m minus n-ə kvadratı deməkdir. Oradan da özü çıxır və m minus n-lər ixtisar gedir. Qalır m kök hatta m minus n. Cavab bu şəkildə olur. Keçək görək burada nədir? İrrasionallıqdan, yenə məxrəci irrasionallıqdan azad edildi. Burada da azad edəcəyik, amma müxtəsər vurma düsturlarından istifadə edəcəyik. Çünki bayaq kimi hamısı kökün altında deyil. Baxın, görün necə deyirik. Yəni burada kök hatta 2 minus 1-ə vurmalıyıq ki, bunların kvadratı alınsın. Kök hatta 2 minus 1-ə. Surət və məxrəci yenə də vururuq. Yuxarıda qalır 3 kök hatta 2 minus 1. Aşağıda qalır kök hatta 2-nin kvadratı minus 1-in kvadratı. Bu da olur 3 kök hatta 2 minus 1. Aşağıda 2-dən 1 çıxanda 1. Yəni cavab 3 kök hatta 2 minus 1 şəklində qalacaq. Son cavab 3 kök hatta 2 minus 1. Sonra davam edirik. Baxaq sonraki tapşırığımıza. Burada yenə bayaqki kimi tərsinə vururuq. 3 kök hatta 2 üstə gəl 1-ə. Burada da 3 kök hatta 2 üstə gəl 1-ə vuracağıq.
Və yuxarıda olacaq 2 kök adda. Daha doğrusu düz yazaq. 2, 3 kök adda 2 üstəgəl 1. Aşağıda olacaq 3 kök adda 2'nin kvadratı çıxılsın 1. Bu da olur 2 vurulsun 3 kök adda 2 üstəgəl 1. Burada olur 3'ü 3'ə vuranda 9, 9'u 2'yə vuranda 18, 18'dən 1 çıxanda 17. Cavab bu şəkildə alınır. Baxaq 9-cuya. 9-cuda surət və məxrəci. Kök adda x üstəgəl y-qa vuracaq. Əksini demişdik, vururuq. Müxtəsarma düsturu alınsın deyə. Burada olacaq x kök adda x üstəgəl 1. Məxrəcdə olacaq kök adda x-in kvadratı minus kök adda y-ın kvadratı. O da bizə verəcək surətdə x kök adda x plus kök adda y. Məxrəcdə amma bir dəfə x minus y, yalnız x minus y, hə. Deməli, bunların kvadratı idi, hə. Hə, məxrəcdə olacaq onda x minus y düz gəlmişdik. Belə. Davam edirik. Deməli, burada hər tərəfi kök adda 5 minus plus 3'ə vuracaq. Kök adda 5 plus kök adda 3. Burada da kök adda 5 plus kök adda 3. Və məxrəcdə olacaq kök adda 5'in kvadratı minus kök adda 3'ün kvadratı. Surətdə olacaq 4 kök adda 5 üstəgəl kök adda 3. Və burada ixtisar gedir. 5'dən 3 çıxanda 2 eləyir. 2 kök adda 5 üstəgəl kök adda 3. Davam edirik. Baxırıq. Kök adda 3 üstəgəl 2 kök adda 5. Kök adda 3 üstəgəl 2 kök adda 5. Deməli, yuxarıda olacaq kök adda 3 üstəgəl 2 kök adda 5. Aşağıda olacaq kök adda 3'ün kvadratı. Çıxılsın 2 kök adda 5'in kvadratı. Bu da olur kök adda 3 üstəgəl kök adda 2 kök adda 5. 3'dən çıxacaq 2'ni 4, 4'ü 5'ə vuranda 20. Nə olacaq burada? Mənfi 17 eləyir. 3 üstəgəl 2 kök adda 5 bölünsün 17. Nəhayət bunu da bitirdik. İndi isə keçək. Sonuncuya baxaq. Sonuncu deyil deyəsən. Xeyr, sonuncu deyil. Yox, burada hələ 2 sıra qalıb. Sonuncu deyil. Burada 10'da hər tərəfi kök adda x üstəgəl x-a vurmalıyıq. X-a kök adda x üstəgəl x-a vurmalıyıq. Onda olur. Surətdə olur x kök adda x üstəgəl x. Məxrəcdə olur amma kök adda x-in kvadratı. Çıxılsın x kvadratı. Bu da olacaq x. Kök adda x üstəgəl x. Məxrəcdə olacaq amma x minus x kvadratı. Bu belə. İndi üçüncüyə baxaq uşaqlar. Üçüncüdə bir kök adda 3'ə vurmalıyıq. Yəni bir üstəgəl kök adda 3'ə surət və məxrəci. Onda burada alınır 6, 1 üstəgəl kök adda 3 surətdə. Aşağıda 1 çıxılsın kök adda 3'ün kvadratı. Onda olur mənfi 6'da 1 üstəgəl kök adda 3. Bu kök adda 1 kimi yazmaya ehtiyac yox idi bunu. Bir dəqiqə qarışdırdım artıq. Fikrimi qarışdırdım. Hə. 1 üstəgəl kök adda 3. Aşağıda 1'dən 3 çıxmaq 2 idi. 2 ilə də 6 ixtisar gedir. Yerdə qalır cavab olaraq. Sonda 3. 1 üstəgəl kök adda 3. Cavabı belə alınır. Davam edirik. İndi 7'yə baxaq. 7'də
Surət və məxrəci 2 kök hatta 2 üstəgəl kök hatta 5-ə vuracağıq. 2 üstəgəl 3 kök hatta 5-ə vuracağıq. Bərabərdir. Burada olacaq 20 2 kök hatta üstəgəl 3 kök hatta 5. Burada olacaq 2-nin kvadratı çıx. 3 kök hatta 5-in kvadratı bərabərdir. 20 vurulsun 2 üstəgəl 3 kök hatta 5. Və burada 2-nin kvadratı 4-dür. 4-dən çıxacağıq. 9-u 5-ə vuranda nə eləyir? 9-u 5-ə 45. Eləmi? Aşağıda alınacaq. Yuxarıda olacaq 22 üstəgəl 3 kök hatta 5. Aşağıda olacaq mənfi 41. İndi isə davam edirik. Burada irrasionaldan azad etmək üçün. İrrasionaldan azad edin deyirdi, yoxsa ixtisar etmək mümkündür? Yox, irrasionaldan deyir azad edin. Hə, onda hər tərəfi kök c-yə vururuq. C üstəgəl kök c-yə. Bərabərdir. Yuxarıda alınır c kvadratı ya da olduğu kimi saxlaya da bilərik. Kök hatta c. Aşağıda qalınır c kvadratı minus c. Bir dəfəlik yazdım uşaqlar. Kökün altından çıxartdım. Belə. 4-də olacaq. Deməli, tərsinə vururuq. 12 üstəgəl kök hatta 5. Buranın da eyni zamanda 12 üstəgəl kök hatta 5. Kök hatta 12'lər bərabərdir. Surətdə alınır 7 kök hatta 12 üstəgəl 15. Aşağıda da 12'nin kvadratı 12'dir. Kök hatta 5'in də kvadratı 5'dir. 12'dən də 5 çıxmaq deməkdir. O da 7 olduğuna görə 7'lər ixtisar gedir. Qalır sadəcə kök hatta 12 üstəgəl kök hatta 5. Bu oldu neçənin cavabı? Bu oldu 4'ün cavabı. İndi 8'ə baxırıq. 8'də uşaqlar 8'ə baxaq. 8'də tərsinə vururuq. 4 üstəgəl 3 kök hatta 2 və burada da 4 üstəgəl 3 kök hatta 2. İndi necə olacaq? Yuxarıda olacaq 5, 4 üstəgəl 3 kök hatta 2. Aşağıda olacaq 4'ün kvadratı 16. 9'u 2'yə vuranda 18. Eləmi? 5, 4 üstəgəl 3 kök hatta 2. Aşağıda da mənfi 2. Hə, aydın oldu yəqin. İndi keçək növbətiyə, sonuncuya. Sonuncuda baxırıq. Kök hatta 7 çıx üstəgəl kök hatta 16. Burada da kök hatta 7 üstəgəl kök hatta 16. Bərabərdir. Deməli olacaq 10 kök hatta 7 üstəgəl 16. Aşağıda olacaq kök hatta 7'nin kvadratı çıx kök hatta 16'nın kvadratı. Bu da bize verir 10 kök hatta 7 üstəgəl kök hatta 16. 7 çıxılsın 16. Bu da bize verir 10 kök hatta 7 üstəgəl kök hatta 16 bölünsün mənfi 9. Aydın oldu. Bu da sonuncu misaldır.